Xoş gördük, hörmətli izləyicilər. Sizə sabaha olan hava haqqında məlumatı təqdim edirik. Görək mayın 15-i ölkəmizdə hava necə keçəcək? Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Lakin 14-dən 15-nə keçən gecə və axşama doğru bəzi yerlərdə yağış yağacaq. Yarımadanın bəzi yerlərində isə leysan xarakterli olacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 14-16 dərəcə isti, gündüz 18-21 dərəcə isti olacaq. Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 12-16 dərəcə isti, gündüz 16-21 dərəcə isti. Dağlarda gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. Havaların necə keçməsinə asılı olmayaraq hər birinizin əhvalı həmişə xoş olsun. Görüşənədək.